Bağışlayan və mehriban Allahın adıyla. Ənuşirəvan Ərcümənd, Məlihə Nikcümənd, Cəmşid Cahanzadə, Zəhra Səidi. Senari müəllifi Hamid Ənqa. Filmdə çəkilmişlər Vəhid Cəlilvənd, Rəhim Novruzi, Borzu Ərcümənd və başqaları. Tərcümə edənlər Süleyman Fərzəliyev, Könül Cavadova. Redaktor Kamran Nəcəfov. İnzibatçı Xeyrullah Zeynalov. Filmdə həmçinin çəkilmişlər Məhəmməd Rıza Davud Nejad, Sara Xoyniha, Mahçöhrə Xəlili, Şəbnəm Qulixani. Digər aktyorlar Vişqa Asayiş, Fərhad Qaimiyan, Daryuş Kardan və Həsən Purşirazi. Filmi səsləndirdilər Pərviz Bağırov, Sərdar Rüstəmov, Sabir Məmmədov, Bayram Məmmədov, Vüsal Mehrəliyev, Mahir Mirişov, Səyyar Rüstəmov, Ramiz Zeynalov, Rəşad Bəxtiyarov, Hüseyin Süleymanzadə, Təranə Ocaqverdiyeva, Natavan Qeybani, Almaz Mustafayeva, Könül Ağayeva və başqaları. Səs rejissoru Nigar Urxanqızı. Mix və effekt Həmidrıza Pakisad və Əlirza Pakisad. Dublyajın rejissoru Süleyman Fərzəliyev. Bəstəkar Karen Humayunfər. Quruluşçu operator İbrahim Qafuri. Səmaya gedən yol. Rejissor Məhəmməd Hüseyn Lətifi. Monqol atlarının İran torpaqlarında dırnaqlarının toz quvarı hələ yatmamış, daha böyük bir titrəyiş ölkəni bürüdü. Teymurləngin insanlıqdan uzaq, şeytani şərlə dolu olan əskərləri əllərində sirilmiş qılınçla, boğazlarında fəryad qopararaq, vəhşi divlər kimi dindar təbəqənin günəş kimi parlaq sinəsini hədəfə aldılar. Ölüm ordusu tək torpağı qana, səmanı tüstüyə, bitkiləri də oda bürüdülər. Başlarından minarələr ucaltdılar. Analar ərlərinin və övladlarının matəminə oturdular. Ürəyi zülmətlə dolu olan qara geyimlilərin inkişafa doğru addımlayan ölkənin məhvinə səy göstərirdilər. Amma bilmirdilər ki, o da alova bürüdükləri ölkənin torpaqları altından yeni nəsillər cücərməkdədir. Elə bu nəsil Fars məmləkətinin gözlərinə yenidən nur və aydınlığı qaytaracaq. Əzab əziyyətə qatlaşaraq ölkənin elm və mədəniyyətini ən yüksək zirvələrə qaldıracaq. Teymurləngin ordusu öz vəhşi həmpeymanları ilə hakimlərin zəifliyini münasib fürsət bilib İran torpağını yerlə yeksan eləməyə başladılar. Onlar şəhər-şəhər irəlilədilər.
Buna baxmayaraq İranın vətənpərvər, qeyrətli igidləri az saylı qüvvələri ilə iman və qeyrətlərinə arxalanaraq onların qarşısında sədd çəkərək müqavimət göstərirdilər. Amma qoşun başçılarının tədbirsizliyi və zəifliyi nəticəsində bu müqavimətlər heç bir fayda vermədi. Onlar İran şəhərlərini hədiyyə olaraq təcavüzkarlara təslim elədilər. Dilavər igidlərin bir dəstəsi qanlarına qəltan oldu, digərləri isə bir güşəyə çəkilərək matəmə batdılar. İsfahanda insanların canı alınan vaxtda İranlıların Allahı bu torpağın digər güşələrində yeni istedadlara həyat bəxş edirdi ki, İranın xəstə cismini yenidən canlandıraraq yüksək zirvələrə ucalsınlar. Belə bir zamanda adı hələ də elm və mədəniyyət sahəsində günəş kimi parlayan bir körpə dünyaya göz açdı. Onun elminin nuru bütün dünyaya işıq saçaraq hər yeri günəş tək işıqlandırdı. Şöhrəti ilə dünyaya səs salan bu şəxs İran xalqından idi. O, oda alova bürünmüş yerdən sonsuz səmaya yüksək bir nərdivan ucaltdı. 8 və 9-cu əsrin böyük alimi və münəccimi olan Qiyasəddin Cəmşid Kaşani İran elminin səmasında parlayan minlərlə ulduzlardan biri idi. Əli and verirəm, tələs Mahir. Bibi canım. Mehtap. Ya Hüseyin. Əliyə and olsun. Əgər siz mənim oğlumu da öldürsəz, qatillər! Seyid Əli! Seyid Əli! Bunun qarşısını al! Veys yaxşıdır. Və Sərvadın? Gedək. Qayıt. Qapını ört.
Seyid Əli, Oxu, nə tut. oldu? Yay. Mədəd. Qalx gedək. Ya Rəhim, ya Həkim, ya Seyid, ya Həmid. Ya Seyid, ya Həmid, ya Mucib, ya Mübin. Daha dözə bilmirəm. Ağrıdan öldüm. Harda qaldı bu? Daha dözə bilmirəm. Niyə gəlib çıxmadı? Ah! Ata, anam dözə bilmir, canı boğazındadır. Bibi, gülab ver. Her şey hazırdı oğlum. Biraz tələs. Vay! Ay! Ay Allah! Ay Allah! Biraz döz kızım. Körpəni bağına basan kimi bütün ağrılarını unutacaksın. Ağrım mənə gəlsin, ana. Xurşud, ağıllı kızım, uşaq ağlayır. Ay! Ay! Məndən utanıb qışqırmırsan? Bunlar göz yaşıdır, yoxsa tər? Gözlərində başqa cür həya yaşları var. Danış görüm. Tək tənha qalıb dərdi qəmə. Düçar olacağının qorxusu ağrımı daha da artırıb. Özündən nağıl uydurma. Tənhalıq nə deməkdir? İnşallah tezliklə sağ-salamat azad olacaqsan. Qızımız Xurşiddən müğayət ol. Yazıq qız ərinin fikrindən şam kimi əriyib. Xurşudun Allahı böyüdür. Sən bu haqda qətiyyən düşünmə. Çığırmaq istəyirsənsə çığır. Bədənimin qüvvəsi gedib. Çığırmağa halımda qalmayıb. Biraz döz. Hələ doğum vaxtı deyil. İşin biraz çətindir xanım. Gərək kəsib götürün. Hər nə var.